Zaten mənim çox belə iddialı bir mövzuya toxundunuz əslində. Mənim fikrim də öyle. Yox, əslində biz necədir? Baxın, indi biz uşağı məktəbə veririk. Deyirik ki, get dərs oxu. Kimsə düşünüb kitabı yazıb, pozub, verir ki, get oxu. Onda mən uşağımı düşünməməyə vadar edirəm əslində orada. Uşaq üçün o bilgi ilə birinci dəfə rastlaşırsa, bayaq dediyim kimi onun 3 yolu var onu mənimsəməyə də. Düşünmək, başına gəlmək, oxşatmaq. Misal üçün Adlerin bir kitabı var, Kitabı necə oxumaq. Çox maraqlı kitabdır. Adler araşdırma aparmışdı və sonra müəyyən elədi ki, deyir bizi oxumuruq. Zazubri deyirlər, ruslar bir söz var. Yəni deyir məktəbdə uşaqlar kitabı oxumur. Prosta əzbərləyir ki, imtahanı versin. Bu oxumaq deyil. Hə. No, belə deyək də, prosta zaps eləyir ki, müəyyən bir müddətdir, sonra geçsin. O mənada bəli, uşaq onun dərkini keçməyib. Prosta oxuyub. Mən Ayətül Kürsüdə bu yaxınlarda onun Azərbaycan dilində tərcüməsinə baxırdım. Bu yaxınlarda dediyim bir müsəlman bu yaxını. 6 ay bundan qalır. 6 ay bundan qalır. Orada çox maraqlı bir söz var. Deyir ki, insanlar necə Allahın vermək istədiyindən daha çox qavraya bilərlər. Allah ancaq istədiyi qədər qavradır. Yəni bax öyrədir demədi, oxudur demədi, nə bilim görür demədi, qavramaq, dərk etmək. Bizim dərk etmə problemimiz var. Biz oxuya bilərik, nə bilim öyrənə bilərik. Gedir bir kitab oxuyur, orada da hərdən təlimlərdə zətdə deyirsən, bir yaxşı cümlə var oxuyur. Hə, çox maraqlı. Dərk eləmədi. Prosta söz kimi oradan oxudu, çıxdı getdi də. Yəni bir o arada da atalar sözünə çördü özü üçün. Yəni o YouTube videoları formatında. Yəni mahiyyət etibarilə biz dərkin keçmək məsələsidir sual. Dərkini keçmək elə tez baş vermir. Dərkini keçmək üçün yaşamalısan. O prosesi keçməlisən. Onun üçün düşünəndə ki, uşaq gedir oxuyur, uşaq oxuyur. Onu dərk eləyirmi? Orada hansı proseslər keçdi ki, onu müəyyən eləsin? Məsələn üçün riyaziyyatda məktəb dərslərində evə tapşırıqlar zətlər verirlər də. Mən misal üçün baxıram, o tapşırıqların birinci sinif tapşırıqlarına baxın. Hamısı yazıb Əhmədlə Məmməd getdi bir yerdə. Yəni situativ formata salıblar da uşaq onu təsəvvür edə bilir. Sonrakılara baxırsan yoxdur təsəvvür. Yəni 2 üstə gəl çıxıldı, nə bilim bölündü, nə elədi. Amma onu o vizualizasiyası, o təsəvvür prosesindən istifadə edilmir deyənə. Orada prosta zaps qalır. O sinus kosinus məsələsidir. İndiyənizə bilmirik nə üçündür. Yəni o kim onu görəsən istifadə elədi? Əslində bir dəfə bilmirəm şeydə TikTokda bir şey vardı, belə balaca rolik deyir ki, məktəbdə oxuyub başa düşmədiyi sinusdan kosinusu sizə öyrədəcəm.